Salam, hər vaxtınız xeyir. Deməli, MHM kitabından mövzu sınağı ona baxaq. Abituriyentlər üçün buraxılış səviyyəli sınaqdır. Deyir, bir bidonun 4/3 hissəsi su ilə doludur. Uşaqlar, mənim bidonum x litr su tutursa, bunun 4/3-ü su ilə doludursa, buraya yazaram 4/3x. Bidondan 6 litr su boşaldılsa, bidondan 6 litr su boşaltmaq o deməkdir ki, 4/3-dən bu 6 litri çıxaram. Bidonun 8/5 hissəsi boş qalar. Bu 8/5 hissəm boşdursa, axı bu mənim dolu hissəmdir. Deməli 8/8-dən 8/5-i çıxaram, 8/3 hissəm dolu eləyər. Yəni bu bərabər olar 8/3x-a. Hər tərəfi uşaqlar 8-ə vursam, bunu da 8-ə vuraram, bunu da. 8-i 4-ə bölüb 3-ə vuraram, 6x, 8-i 6-ya vuraram, 48, 8-lər gedər 3x eləyər. 6x-dan 3x-i çıxaram, 3x-im 48-dirsə, 48-i 3-ə bölüb 16 yazaram, cavabımız D variantı. Gəlirəm növbəti suala. 2 nömrəli sualların ümumi qaydası necə idi? Mən baxmalıydım ki, kökaltı ifadə hansı ədədin kvadratıdır? Onu da tapmaq üçün belə bir yol demişdim sizə. Məsələn, mən 4 minus 2 kökdə 3-ü hardan bilim ki, bu nəyin kvadratıdır? Demişdim ki, bunu 2 mislinə ayırın. 2 mislinə ayırsam, 2 vurulsun, 1 vurulsun kökdə 3 qalar da yerdə elə deyil. Birinci və ikinci hasilinin 2 mislidir bu. Deməli, belə çıxır ki, A-mız 1-dir, B-miz kökdə 3-dür. Sən demə müəllimə, kökün altındakı bu ifadə 1 minus kökdə 3-ün kvadratının açılışıdır. Surətdəki kökdə 3 minus 1 ilə işim yoxdur. Məxrəcdəki bu ifadədə 1 üstə gəlinsin kökdə 3-ün kvadratının açılışıdır. Yenə kvadratla kök gedir, ədədimiz modulda çıxacaq, bunu unutmayın. Kökdə 3 üstə gəlinsin, 1 ilə işim yoxdur. Üzərinə gəlinsin. 1 üstə gəlinsin, kökdə 3-ü yenə kvadratla kök ixtisar gedib, bu səfər modulda çıxartmıram. Niyə? Çünki onsuz da müsbət ədəddir. 1 minus kökdə 3 uşaqlar mənfi ədəd olduğuna görə, çünki kökdə 3-dən 1 tam neçəsə çıxır. Mənfi olduğuna görə moduldan yerini çıxardanda, yerlərini dəyişib çıxardıram. Bununla da işimiz yoxdur. 1 üstə gəl kökdə 3. Ortaq məxrəc yazacağım bunlara kökdə 3 minus 1, kökdə 3 plus 1. Surətdə çarpaz yazacağıq. Kökdə 3 üstə gəl 1-i. Kökdə 3 üstə gəl 1-ə vursam kvadrat eləyəcək. Digər tərəfdən kökdə 3 minus 1-i kökdə 3 minus 1-ə vursam, bu da bunun kvadratı eləyər. Kökdə 3-ün kvadratı birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı, birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı, kökdə 3-ü kökdə 3-ə vuraram 3, 1-i 1-ə vuraram 1. Bunlar gedər. 3-ün üstünə 1 gələrəm 4, yuxarıda 8 eləyər, məxrəcdə də 2. 8-i 2-yə bölsəm, cavabımız eləyəcək B variantı 4. Gəlirəm 3 nömrəli suala. Deyir, AK-mız bərabərdir BK-ya, o da BT-yə bərabərdir. Üçü də bir-birinə bərabərdir və AKB-ni sənə 100 dərəcə verir. Uşaqlar, bura 100-dürsə, bu bərabər yanlış bucaqdırsa, 180-dən 100-ü çıxaram, 80 eləyər, 2 yerə bölərəm. Burada 40 dərəcə eləyəcək, burada 40 dərəcə eləyəcək. Burada da bir dənə bərabər yanlış bucağım var. O təpə bucağım 40-dırsa, 180-dən 40-ı çıxaram, 140, 2 yerə bölərəm, 70-70 bunu alaram. Bizdən AKT-ni soruşur. AKT. AKT üç bucağına da fikir versəz, bu mənim üç bucağımın xarici bucağıdır. Üçbucağın xarici bucağı özünə qonşu olmayan 40 ilə bu K-nın cəmi, AKT-nin cəmi yazmalıyam, yəni buranı yazıram. Bərabərdir 70-ə. 70-dən də 40-ı çıxıb, cavab alacağım 30 dərəcə B variantı. Gəlirəm 4 nömrəli suala. Modul mənfi x-ın mənfi x-dır. Moduldan 0 və müsbət ədəd çıxdığına görə, deməli, buradakı x-ın mənfi ədəddir ki, 2 mənfi müsbət eləsin uşaqlar. Onda belə çıxır ki, müəllimə, x-ın 0-dan kiçikdir. Y-mi isə 1-dən kiçik verib. Modul Y-ın 1-dən kiçikdir. Yazaram 1 çıxılsın x, üstə gəlinsin y, üstə gəlinsin 1, üstə gəlinsin y minus 1. Bərabərdir uşaqlar. 1 minus x, x mənfi ədəddir. Mənfi 5 qoysam 1 minus mənfi 5 eləyəcək müsbət. Y üstə gəlinsin 1, y üstə gəlinsin 1 müsbət eləyəcək. Y-ə 0,5 götürsəm. Bizə modul Y-ı 1-dən kiçik verib. Onda belə çıxır ki, mənim Y-ım modul bərabərsizlikləri necə həll edirdik? Mənfi 1-lə müsbət 1-nin arasında yerləşir. Y-dən da 1-i çıxanda bu da mənfi ədəd eləyir. Deməli, mən nə edərəm? Müsbətdirsə olduğu kimi çıxardıram, müsbətdirsə olduğu kimi çıxardıram. Bunu da yerini dəyişib çıxardacağım. Y-lar gedəcək uşaqlar. Başqa x yoxdur ki, burada yoxdur. 1 üstə gəl 1, 2, 2 üstə gəlinsin 1, 3 eləyəcək, çıxılsın x-ın. Qəşəng sualdır, topuldan biraz fərqli sualdır. Sadəcə şagird bunu analiz eləməlidir ki, burada modul Y-ım 1-dən kiçikdirsə, Y mənfi 1-dən müsbət 1-nin arasında təyin olunub. Gəlirəm növbəti suala. Deyir, qrafikdə bir malın alış və satış qiymətləri arasındakı asılılıq verilib. Mən malı almışam 15 manata.
15 manata almışam, bu 100%-dir. Amma satış qiyməti 20 manat satmışam. Sən deyirəm ki, bu malın satış qiyməti ən çoxu neçə faiz endirilməlidir ki, zərər edilməsin. Hə, deyir malın satış qiyməti nə qədər olmalıdır ki, zərər edilməsin uşaqlar. O da nə edirəm? Mən fikir verin, 15 manata alıb 20 manata satmışamsa, deməli mən belə çıxır ki, aradakı, qoy bunu silim. Arada 5 manat əlavə qazanmışam da, elə deyil. O 5 manatı soruşur ki, mənim 5 manatım neçə faizdir? Yəni 5-i böləcəyəm, 5-i 15-ə bölməyəcəyəm. 5-i böləcəyəm 20, 5-i böləcəyəm 20-yə. 5-i böləcəyəm 20-yə, vuracağam 100-ə. Bu da eləyəcək 100-ü 20-yə bölərəm 5, 5-i də 5-ə vuraram. 25%-lə satmalıyam. Gəlirəm 6 nömrəli suala. KC CD-yə bərabərdir. Uşaqlar, 2 paralel düz xətti 3-cü yerə kəsəndə daxili çarpazların bərabərdir. Yəni 70 dərəcəni bura köçürdə bilərəm. Birinci gözüm bunu görür. Onda burada 70 dərəcə olar, çünki bərabər yanlı üç bucaqdır. Və biz bilirik ki, paralleqramın bir tərəfli bucaqları 180 dərəcədir. Yəni 70 üstə gəl 70, bura 140-dırsa 180-dən 140-ı çıxanda bura 40 dərəcə eləyəcək. Onda A bucağı da 40 dərəcə eləyəcək. Bura 40-dırsa bura 140. Yəni kör bucağı soruşulmuş, cavab 140. A variantı. Gəlirəm 7 nömrəli suala. 5-ə bölünməsindən alınan qalığı sənə 4 verib. Sənə deyirsən ki, müəllimə, bu ifadənin 5-ə bölünməsi üçün mənim son rəqəmim ya 0-la bitməlidir, ya 5-lə. Amma sənə demir 5-ə bölünsün. Deyir ki, qalıqda 4 alınıb. Qalıqda 4 alınıbsa 0 üstə gəl 4, ya 4-dür y-ım, ya da 5 üstə gəl 4, 9-dur. Bu ədəd 3-ə tam bölünürsə, bu ədəd ya da 9-dur. Bu ədəd 3-ə tam bölünürsə, x-in ala biləcəyi qiymətlərdən danışır. Mən də nə edirəm? Gətirib qiymətlərini yerinə verirəm. Əvvəlcə fərz eləyək ki, mən y-ı 4 götürmüşəm uşaqlar. Y-ı 4 götürsəm, məndəki x hansı qiymətlər ola bilər? 8, 10. Ya 12 olması üçün x 2 ola bilər. 10 üstə gəl, 1, 2 ola bilər. 1, 15 ola bilər. Yəni x-ım 5 eləyər. Düz tapdım, 8, bəli. 1, 5 ola bilər. Bir də üstünə 3 gəlsəm, 8 ola bilər. Burada 2, 5, 8 olacaq. Digər tərəfdən 9 götürsəm, 2x, 3, 1, 9 götürsəm, bu eləyəcək 13 üstə gəl 2, 15. 15 eləyirsə uşaqlar, bunun bölünməsi üçün ya x 0 ola bilər, digər tərəfdən 3 ola bilər, digər tərəfdən 6 ola bilər. Elə deyil, 15, 6 olmur deyəsən. 4, 2, 6, 15, 6, 6 da ola bilər. Digər tərəfdən 9 ola bilər. 24. Deməli, burada da 4 dənə fərqli qiymət alacaq. 2, 5, 8, bir bunun cəmi, hamısının cəmini istəyir bizdən. Bu 18 eləyər, bu da 15 eləyər. 18 ilə 15-i toplasam, təbii ki, mənim cavabım eləyəcək 33. Yəni Y variantı. Gəlirəm 8 nömrəli suala. 8 nömrəli sualda nə deyilir? Çoxluq sualdır. Sənə deyir ki, A ilə B-nin birləşməsindən bunların kəsişməsini çıx. Mən də B çoxluğunu bilmirəm uşaqlar. B çoxluğunda necə müəyyən edirəm? Biraz məntiqlə. Görürəm ki, birləşmədən bu kəsişməni çıxanda 1, 2, 4, 6 alınıbsa, axı burada 6 yoxdur. Deməli, B-də birinci 6-dır. 6-mız var. Və bu 1, 2, 4-ü çıxmışamsa, yerdə 3 ilə 5 qalıb. Deməli, mənim B çoxluğunun elementləri 3, 5, 6-dır ki, 3 dənə element verilib. Gəlirəm, bunun qaydası necə idi? Deyirdik ki, 3x ilə x-i toplayanda 7 dənə qayda şəkli var idi. Y alıram. Elə deyilmi? Sən demə müəllimə, y-ım mənim 4x-dir. Gətirib y-ın yerinə 4x qoysam, x-in üstünə 4x gəlsəm, 5x-ım 180 dərəcədirsə, x-ım 36 dərəcədir. Məndə də 36-nı soruşur. Cavab B variantı. Böyük diaqonalı 8 olan düzgün altıbucaqlının perimetri. Böyük diaqonalının düsturu 2A-dır. 2A-nı bizə 8 verib. Onda belə çıxır ki, A-mız 4-dür. Altıbucaqlının perimetri də 6A ilə təyin olunur. A-nın yerinə 4 qoysam, cavab eləyəcək 24. Yenə B variantı. Gəlirəm 11 nömrəli suala. Deyir, kvadratın diaqonalı 10 cm-dir. Bu mənim kvadratım və mənim diaqonalım 10 cm-dir. Kvadratın tərəflərinin orta nöqtəsinin ardıcıl birləşməsindən əvvələ gələn 4 bucaqlıdan. Bax, bu orta nöqtələri birləşdirirəmsə, orta nöqtədir də bu. Deməli, bu üç bucağın orta xəttidir. Gəlin, onu da başqa rənglə göstərim sizə. Bax, bu üç bucağa baxın. Bu üç bucağın bu orta xəttidir. Orta xətt paralel olduğu bu diaqonalın yarısına bərabər olacaq. Onun yarısı onda bura 5 eləyər. Eyni zamanda burada 5'dir. Burada 5'dir, burada 5'dir. Çünki kvadratın diaqonalı bərabərdir. Perimetrimiz eləyəcək 5 vurulsun 4. Cavab 20. Gəlirəm növbəti. Qabarıq 12 bucaqlının bir daxili bucaq düsturu. 180 vurulsun n-2 bölünsün n idi mənim düsturum. Yəni 180 vurulsun 12-dən 2 çıxaram. 10 bölünsün 12.
15 bu da 150 dərəcə eləyəcək. Bir daxili bucağımız B variantı. 75% 150 olan ədəddən danışır. 75% 150 olan ədəd necə taparam? 150-ni vuraram 100-ə uşaqlar. Bölərəm 75-ə. Bu da eləyəcək 200, yəni B variantı. Tənliklər sisteminə əsasən nə soruşur? ABC-ni tapmaq lazımdır. Neyini bunları hamısını tərəf-tərəfə toplasam, bəli, 2-lər alınır. Baxın, misala fikir verin. Mən bunları tərəf-tərəfə toplasam hamısını. 6A üstəgəl mənfi 4A, 2A, mənfi 3B üstəgəl 5B, 2B, mənfi 3C üstəgəl 5C, 2C, 27-dən 5, 22 alınır. Hər tərəfi də 2-yə bölsəm gənclər, eləyəcək 11 cavab. A-nın hansı qiymətində kvadrat tənliyin 2 bərabər kökü var, diskriminant 0 olmalıdır. O da B kvadratı çıx 4AC 0 şərtini ödəməlidir. 4-ün kvadratı 16 çıx 4A kiçikdir 0. Mənfi 4A kiçikdir mənfi 16-dan. A da böyükdür 4-dən. Nədir burada? A-nın hansı ən kiçik qiymətində? A-nın hansı ən kiçik qiyməti? Tənliyin 2 bərabər kökü var. 2 bərabər kökü var, diskriminant 0 olmalıdır. Burada 0 yazıb, burada nə yazmışam? A 4-ə bərabərdir yəni. Sonra gəlirəm 16 nömrəli suala. Elə bunun üstündə yer varsa, üstündə də yaza bilərik, hə? 16 nömrəli sualı necə yazarıq? Bu ifadəsinin qiymətini tapmaq lazımdır. Hər tərəfi kvadrata yüksəldərəm. Birincinin kvadratı, üstəgəl birinci və ikinci hasilinin 2 misli uşaqlar. Üstəgəlinsin ikincinin kvadratı, bərabərdir 4-ün kvadratı 16 eləyər. X-lar gedər. 4x kvadratı üstəgəl 1 bölü x kvadratı. 16-dan bu nəyə çıxacaqdım? 2 vurulsun 2, 4-ü çıxsam cavab eləyəcək 12. Rəqəmləri fərqli 3 rəqəmli ən kiçik natural ədəd ilə. Rəqəmləri fərqli 3 rəqəmli ən kiçik natural ədədim uşaqlar məndə 102-dir. Sonra deyir, natural ədəd rəqəmləri fərqli ən kiçik 2 rəqəmli ən kiçik natural ədəd. 2 rəqəmli də ən kiçik natural ədədim uşaqlar 10-dur. Səndən nə deyir? Deyir, bunların fərqini tapmaq lazımdır. Bu da eləyəcək 92. Düzgün 9 bucaqlının bir təpəsindən çıxan diagonal sayı n-3 ilə hesablanır. N-in yerinə 9 qoysam 9-3 cavab eləyəcək 6. Gəlirəm növbəti səhifəyə. Deyir ki, ABCD paralleqramında AC və BD diagonalları Y nöqtəsində kəsişir. Lap yaxşı. Mən də bilirəm ki, paralleqramın diagonalları kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Yəni burada 4-dür. Elə gözüm buradan gördü ki, 4 üstə gəl 4 8, burada 6. 6-nın kvadratının üzərinə 8-in kvadratını gəlsən, bura 10 eləyər. Bu paralleqramın perimetri 6 üstə gəlinsin 10-u vuraram 2-yə. Bu da eləyəcək 32 uşaqlar. Gəlim 20 nömrəli suala. 20 nömrəli sualı gəlin o biri səhifədən yazım. O biri səhifədən yazaq. Deməli 20. Bax, mən belə bir şey yaza bilərəm onun üçün. Belə bir şey yaza bilərəm. 20. Fərz eləyin ki, yaxınlaşdırım sizin üçün. Buradan bir dənə hündürlük çəkirəm. Bu çəkdiyim hündürlük, bura 2-dirsə uşaqlar. Bura bir dənə x desəm, bura 2 minus x deyərəm. Buna da bir dənə h deyərəm. Mən burada 3 dənə düzbucaqlı üçbucaq görürəm. Bu mənim birinci düzbucaqlı üçbucağım. Müəllimə h-ın kvadratı üstə gəl x-in kvadratı bərabərdir 3-ün kvadratı 9-a. Bu mənim ikinci düzbucaqlı üçbucağım uşaqlar. Baxın bu bənövşəyə. İkinci düzbucaqlı üçbucağa görə h-ın kvadratı müəllimə üstə gəlinsin 2 minus x-in kvadratı bərabərdir n-in kvadratına. Bu da mənim uşaqlar 3-cü düzbucaqlı üçbucağım. Baxın bu göy. Bu göyə görə yazacağım ki, bura artıq 2 üstə gəlinsin x eləyəcək. Yazacağım ki, h-ın kvadratı üstə gəlinsin 2 üstə gəlinsin x-in kvadratı bərabərdir m-in kvadratına. Səndən də m-in kvadratı üstə gəl n-in kvadratını soruşur. Mən bir dəfə bunları tərəf-tərəfə çıxaram bu ikisini. Onda h kvadratları gedər. Qalar x kvadratı çıxılsın. İndi bunu açıram. Birincinin kvadratı çıx yazmalıyam. Qarşıdakı mənfiyə görə plus yazıram. Üstə gəl yazmalıyam. Qarşıdakı mənfiyə görə minus yazıram. 9 minus n kvadratı. X kvadratları gedər uşaqlar. N kvadratını gətirərəm bu tərəfə. Bərabərdir 4 üstə gəl 9. 13 minus 4x qaldı. Bu mənim n kvadratım. İkinci halda uşaqlar. Bunların ikisi var ha. Bax bu qırmızı ilə elədiyim. Bunları tərəf-tərəfə çıxaram. Yenə h kvadratları gedər. Qalar x kvadratı çıxılsın, indi bunu açıram. Birincinin kvadratı, birinci və ikinci hasilinin 2 misli, ikincinin kvadratı minus 9 minus m kvadratı. Bunlar gedər. M kvadratını bu tərəfə apararam. Müsbət m kvadratı bərabərdir 13 üstə gəlinsin 4x. Bax bu da məndə m, bu da məndə n. Bunların cəmini istəyir. M kvadratı üstə gəlinsin n kvadratı bərabərdir. 13 çıxılsın 4x-in üzərinə, 13 üstə gəlinsin 4x gələrəm. Bunlar gedər 13 üstə gəlinsin 13, 26 eləyər cavab. Cavab elədim 26. Gəlirəm 21-ə.
Bir daxili bucağı 156 dərəcə olan düzgün çoxbucaqlının diaqonal tərəf və bir təpədən çıxan diaqonallarının sayının cəmini tapmaq lazımdır. Uşaqlar, bir daxili bucağını sənə veribsə ki, 156 dərəcədir. Onun düsturu nə idi? 180 vurulsun n-2 bölünsün n bərabərdir 156-ya. Onda 180 vurulsun, 180 n çıxılsın 360 bərabərdir 156 dənə n-ə. Elə deyil. Digər tərəfdən də yazaram 180 n-dən 156 n-i çıxaram. Neçə edir? Xarici bucaqla da gedə bilərdim. Xarici bucaq getmədim. Nə bilim. Daxili bucaq 156 dərəcədirsə, xarici bucağım 24 dərəcədir. 180-i 24-ə bölüb. Da eybi yox, bundan getmişəm, bundan yazım. 156-nı çıxsam 24-də 24 n bərabərdir 360 eləyər. 360-ı da 24-ə bölsəm uşaqlar, n-miz 15 tərəflidir. 15 tərəflidirsə, çoxbucaqlının diaqonal sayı. Diaqonal sayı n vurulsun n-3 bölünsün 2-dir. Yəni 15 vurulsun 15-dən 3 çıxaram. 12 bölü 2. 6, 15-i də 6-ya vursam 90 eləyər. Tərəfimiz 15-dir. Bir də bir təpədən çıxan diaqonalı. O da n-3-dür. 15-dən 3 çıxaram 12 eləyər. Bunların üçünün toplanmasını istəyir. 105 üstə gəlinsin 12. Bu da 117 eləyir. 22 nömrəli suala baxırıq uşaqlar. Üçbucaq ABC'də BK mediandır. AB-ni 9 verib, BC-ni 12 verib, AK-nı da A veribsə, A-nın ala biləcəyi qiymətlərin sayından danışır. Deməli, uşaqlar A-nın ala biləcəyi qiymətlərin sayından danışırsa, üçbucaq bərabərsizliyini təyin etməliyik. Orta nöqtə olduğuna görə ağlıma gəlir ki, birinci bu orta xətti çəkim. Çünki orta xətt paralel olduğu 12-nin yarısına bərabər olduğuna görə 6 eləyər və orta nöqtə olduğuna görə bunu da 4,5, 4,5 böləcək. Mən üçbucaq bərabərsizliyinə görə yaza bilərəm ki, bu A digər iki tərəfin cəmindən kiçik müəllimə, fərqindən böyük olmalıdır. Bu da eləyər 1,5 kiçik daha, kiçik də 10,5. Bunların arasında neçə dənə ədəd var? 9 dənə, çünki birinin özünü almır. Gəlirəm 23 nömrəli suala. X-in kubu üstə gəl Y-in kubunu açaram. X üstə gəlinsin Y. Daha sonra birincinin kvadratı çıxılsın birinci və ikinci hasili üstə gəlinsin ikincinin kvadratı bərabərdir 18-ə. Mənim X üstə gəl Y-imi 3 verib uşaqlar. Onda mən yazaram ki, X kvadratı çıxılsın XY üstə gəlinsin Y-in kvadratı bərabərdir 18-i 3-ə bölərəm 6. X-in kvadratı üstə gəlinsin Y-in kvadratını da belə bir açılış düsturu var idi. X üstə gəl Y-in mötərizədə kvadratı çıx 2 dənə XY. O da çıxılsın bir dənə XY bərabərdə 6 eləyər. X üstə gəl Y-in yerinə 3 qoyaram. 3-ün kvadratı 9 çıxılsın 3 dənə XY bərabərdə 6-ya. XY da bərabərdir 3-ü 3-ə bölsəm 1 eləyər. Bunun da açılış düsturu X üstə gəl Y-in mötərizədə kvadratı çıx 2 XY eləyər. 3-ün kvadratı 9 çıx 2 vurulsun 1. Yəni cavab deməli 24 nömrəli sualda deyilir ki, 3 ardıcıl tək natural ədədin cəminin, 3 dənə ardıcıl tək natural ədədi uşaqlar necə işarə edirdik? Biri n idi, o birisi n plus 2 idi, digəri də n plus 4 idi. Cəminin 0,6 hissəsi 70,2-yə bərabərdir. Onda buradan yazaram 3n üstə gəl 6 bərabərdir. 70,2-ni 0,6-ya bölsəm neçə eləyir? 117 eləyir. Hə? 117. 117-dən 6-nı çıxaram. 111. 111 də 3-ə bölsəm 37 alaram. 1 37-dir, 1 39-dur, 1 də 41-dir. Ən kiçiyini soruşur. Tənliklər sisteminin yeganə həlli varsa, tənliklər sisteminin yeganə həllinin qaydası A1 bölünsün A2 bərabər deyil B1 bölünsün B2-yə. Yəni 2K bölünsün 1 bərabər olmamalıdır. Bax bu əmsallar. Bərabər olmamalıdır. Mənfi 4 bölünsün K üstə gəlinsin 3-ə. Buradan yazacağım ki, çarpaz vurub açsam 2K-nı K-ya vuraram. 2K kvadratı üstə gəl 6K, üstə gəl 4. Bərabər olmamalıdır 0-a. 2-yə bölsəm K kvadratı üstə gəl 3K, üstə gəl 2. Bərabər olmamalıdır 0-a. Sonra kvadrat tənlikdir. Tənliyin kökləri hansı ədədlərdir? Mənfi 2 və mənfi 1-dir. Sənə deyir K-nın hansı ən kiçik natural qiymət? K-nın hansı ən kiçik natural qiymətində? Yəni mənfi 2 ilə mənfi 1-i almır. Mən belə yazacağım. Bunların heç birini almır. Cavabım olacaq mənfi sonsuzluqdan mənfi 2-yə birləşsin. Mənfi 1-dən müsbət sonsuzluğa. Bunları almır. K-nın ən kiçik natural qiyməti mənfi 1-dən sağ tərəfdə yerləşən ədəd natural ədəd. Özü müsbət 1 olacaq. Düzdürmü? Yoxsa tənliyin köklərini səhv almışam. Bəli. Tənliyin köklərini səhv almışam uşaqlar. 2K kvadratı çıx. Yox, üstə gəl. Hə, burada minus 3-dür. Mən plus 3 yazmışam. Plus 3'tür. Bəli, minus olmalıdır burada. Minus olmalıdır. 1-də 1-də. Tənliyin kökləri onda 1 ilə 2 eləyir.
Hə, mən 1 ilə 2-ni almıram. 1 ilə 2-ni almıramsa mənfi sonsuzluqdan 1-ə birləşsin 2-dən müsbət sonsuzluğa. Natural həll dediyinə görə bunu almır onsuz da. Natural deyil axı. 2-ni almırsa, 2-dən sağ tərəfdə minimum qiymət bu neçəni alacaq? Deməli 3-ü. Bu qədər. Növbəti sınaqlarda görüşmək ümidi ilə. Sağ olun.